Hər vaxtınız xeyirli olsun, çox dəyərli izləyicilər. Əvvəla istərdim ki, zəhmətə qarşılıq olaraq elə indicə bu videonu bəyənib şərh yazasınız, eləcə də paylaşasınız ki, digər şəxslər də bu videonu görsünlər və müəyyən qədər onlara kömək edək. Burada məqsəd informasiyanın bu istiqamətdə az olduğu üçün daha geniş kütlələrə çatması üçün videolar paylaşıram. Ümumiyyətlə, Milli Müdafiə Universitetinin tabeliyində olan təhsil müəssisələri ilə bağlı mən internetdə araşdıranda çox az videolar, demək olar ki, çıxmır video qarşıma. Bir dənə Milli Müdafiə Universiteti özü rəsmi nələrsə paylaşıb. E, Ona görə, yəni paylaşımlar edirəm ki, sizin üçün aydın olsun. Adətən ilkləri həmişə biz edirik. Yəni geniş kütləyə çatmaq üçün düşünürəm ki, bu informasiyalara ehtiyacımız var. Bundan öncə biz Milli Müdafiə Universitetinin tabeliyində olan hərbi kolleclər, eləcə də hərbi liseylər barəsində məlumat vermişdik. Hətta yeniliklərdən biri o idi ki, hərbi liseyə qəbul qaydası dəyişilib və buraxılış imtahanının 9 illik buraxılış imtahanının nəticəsinə uyğun aparılır. Bu il olan ilk dəyişiklikdir. Bu barədə də biz əvvəlki videomuzda ətraflı məlumat vermişik. Baxmaq istəyənlər YouTube kanalında bundan əvvəl paylaşdığım videolara baxa bilərlər. Bu gün isə Milli Müdafiə Universitetinin tabeliyində olan Heydər Əliyev adına hərbi instituta qəbul üçün tələb olunan sənədlər və qəbul qaydalarından danışacağam. Topladığım məlumatlar əsasən böyük hissəsi Milli Müdafiə Universitetinin rəsmi saytından topladığım məlumatlardır. Müəyyən qədər də özüm araşdırmalar aparmışam. Ə, Əgər müəyyən sualınız varsa universitetlə bağlı, Ulduz 0811 nömrəsidir. Onların rəsmi qaynar xəttidir. Eləcə də qeydiyyatdan keçməklə bağlı çətinliyiniz yaranarsa 051 346 1438 bu mənim şəxsi nömrəmdir. O WhatsApp-ına yazarsınız. Qeydiyyatla bağlı müəyyən köməklikləri göstərərəm. Dəyərli yoldaşlar, Heydər Əliyev adına hərbi instituta daxil olmaq üçün cari ildə ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini bitirməlisiniz. Yəni 11 illiyi tam bitirməlisiniz. Qəbul ilində, yəni qəbul olmaq istədiyiniz ildə yaşınız 17 tam olmalıdır. 16-dırsa yox, 17 tam olmalıdır və 20 yaşınız tamam olmamalıdır. Yəni və Respublikanın vətəndaşı olmalısınız. Həmçinin kişi cinsli olmalısınız. Yadınızdadsa biz hərbi kollec və hərbi liseylərə də bunu demişdik ki, kişi cinsli namizədlər olmalıdır. Habelə 18 yaşından 23 yaşına dək kişi cinsli zabit rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifələr qəbul oluna bilərlər. Təhsil forması ancaq əyanidir, yəni qiyabi təhsil forması burada yoxdur. Eləcə tədris dili Azərbaycan dilidir. Bu il üzr istəyirəm. 2025-2026 tədris ilində hərbi institutda, burada yanlışən hərbi kollec yazılıb, bu əvvəlki videodan qalmadı. Hərbi institutda sənəd qəbulu 3 mart 30 mayda aparılır. Əgər siz bu videonu 2026-cı ildə izləyirsinizsə, ola bilsin ki, tarixlərdə dəyişiklik ola bilər. Yəni 2025 üçün 3 mart 30 mayda. Burada da hərbi kollecin, hərbi institutu yazılmalıdır. Yəqin diqqətdən qaçıb. Eləcə də hərbi kollec də həmçinin 3 mart 30 maydır. Hərbi liseyə də, yəni eyni vaxtda elan olunur. Hərbi institutda, burada kollec yazılıb yanlışlıqla, yəni bu institutdur, nəzərinizdə olsun. Həmin videodan qalmadı deyə müəyyən qədər burada çaşqınlıq yaranmasın. Hərbi institutda təhsil alan kursantlar üçün təhsil müddətində onlara bir dəfəlik və aylıq ödəniş ödənilir. Bir dəfəlik odur ki, 500 manat sizə bir dəfəlik verilir. 500 manat alırsınız və hər ayda 150 manat təqaüd alarsınız. Eləcə də 200 manat ailə üzvlərinizə aylıq yardım verilir. Həmçinin 200 manat da hesabınıza yığılır. Siz universiteti bitirəndən sonra hər ay 200 manat toplanır, sizə bir dəfəlik verilir. Məsələn, 4 il oxuyursunuz, düzdürmü? 4 ildə var 12 ay. Bu rəqəmdə vurun 200 manata. Hansı məbləğ edirsə, onu sizə sonda həmin məbləği ödəyirlər, verirlər. Baxın, bu imkanlar görürsünüz 500 belə, 150 belə, hər ay, yəni hər ay 150, hər ay 200 və bu da hər ay 200-dür. Sonda bu sizə verilir. Yəni bu imkanlar olduqca yüksəkdir. Heç bir təhsil müəssisəsində bu qədər ödənişlər yoxdur. Ümumi qayda odur ki, tam orta təhsili başa vuran şəxs olmalıdır. Yəni tam orta təhsil attestatı olmalıdır və yaxud da peşə məktəbinin məzunu da ola bilər. Kollecin sonuncu kursunda təhsil alanlar da bura müraciət edə bilərlər. Hərbi institutda təhsil almaq üçün müraciət edən şəxslər bunlar olmalıdır.
Qəbulu tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlər buraxılış imtahanından, digər abituriyentlər isə müvafiq tədrisində keçirilən qəbul imtahanında əldə etdiyi nəticələrə uyğun olaraq həyata keçirirlər. Hərbi ünsidə qəbul olmaq üçün minimum keçid balı göstərilmir. Yəni biz bilirik ki, 200 baldan başlayır, amma bu rəqəm aşağı-yuxarı ola bilər. Çünki burada yüksək bal toplaya bilərsən, məsələn 500 toplaya bilərsən, bura qəbul ola bilməzsən. Necə ola bilər bu? Məsələn, hərbi həkim komissiyası sizə uyğun görməyə bilər. Qəbul ilində təhsil müəssisələrinin ehtiyacına uyğun olaraq qəbul balı dəyişə bilir. Yəni dediyim kimi, tutaq ki, 100 yer ayrılıb, bu misal üçün 100 yerdir və burada bütün sənədləri qaydasında olan hərbi həkim komissiyasından keçən 100 nəfər qəbul olunur və 100-cü adam balı olur keçid balı. Yəni bu bal qəbul ilində təhsil müəssisələrinin ehtiyacına uyğun olaraq dəyişə bilər. Hərbi institutdan məzun olmuş şəxslər müddətli həqiqi hərbi xidmət keçmirlər. Yəni hərbi əsgərliyə getmirlər, belə deyək. Hərbi kollecdə də eyni qayda idi. Hərbi institutda təhsil alan kursantlar təhsil müəssisələrinə qəbul balı və istəkləri nəzərə alınaraq həmin şəxslər Türkiyədə, İtaliyada, Koreyada və Rusiyada hərbi təhsil müəssisələrində təhsilini davam etdirə bilərlər. Biri sual vermiş ki, bəs mən məsələn Koreyada təhsilimi davam etdirsəm, İtaliyada davam etdirsəm, bu ödənişləri alacağammı? Bəli, alacaqsınız. Həmçinin görülməmiş intizam cəzası olan şəxslər, məhkumluğu varsa, üzərindən götürülməyibsə, ağır və ya da xüsusilə ağır, hərbi xidmət eləyəndə cinayət törədibsə həmin şəxs, hərbi təhsil müəssisəsinə qəbul olunub, oradan xaric olunub. Həmçinin həkim komissiyası tərəfindən institutda təhsil almağa yararsız hesab olunursa, həmçinin öyrənilmə tədbirləri keçirilən zaman Heydər Əliyev adına hərbi institutda qəbula mane olan digər hallar müəyyən edilərsə, həmin şəxslər dediyimiz bu institutda təhsil ala bilmirlər. Yoldaşlar, müvafiq yoxlamadan keçəndən sonra sizin siyahınızı qəbul imtahanında iştirak etmək üçün DİM-ə göndərirlər və namizədlər DİM tərəfindən təşkil olunmuş imtahanda iştirak edirlər. Heydər Əliyev adına hərbi institutda qəbul birinci, ikinci, üçüncü ixtisas qrupları üzrə həyata keçirilir. Yəni, bu institutda dördüncü və beşinci qrupdan qəbul aparılmır. Ancaq 1, 2, 3 qəbul imtahanının tarixini DİM müəyyən edir, o blokların tarixi, buraxılışın tarixi, bax, həmin məsələdir. Namizədlər hərbi həkim komissiyasından müayinədən keçməlidirlər mütləq. Hərbi həkim komissiyasında müayinədən keçmək üçün tarixi, ünvanı namizədlərə göndərirlər bildiriş olaraq. Bu da nə vaxt baş verir? Sənədlərinizi yükləyirsiniz, göndərirsiniz, ondan sonra baş verir. Sənədləri yükləmək üçün Milli Müdafiə Universitetinin saytı var. Həmin bax bu saytdan yükləyirsiniz. Sənədlərin yüklənməsində çətinlik yaşasanız və burada göstərilən nömrəmlə əlaqə saxlasanız köməklik göstərərəm. Dəyərli yoldaşlar, hərbi institutda dedik ki, qruplar hansı idi? 1, 2, 3. 3 qrup üzrə aparılır. İxtisaslar nədir? Birinci qrupda olur sistem mühəndisliyi, aerokosmik mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi, mexanika mühəndisliyi. Yəni birinci qrupda ancaq bu ixtisaslar üzrə Heydər Əliyev adına hərbi institutda qəbul ola bilərsiniz. İkinci qrupda bir ixtisas var, menecment. Üçüncü qrupda isə 2 ixtisas var, tarix və beynəlxalq münasibətlər. Sənədlər nədir bəs? Ərizədən başlayaq. Ərizə və anket forması. Bunlar Milli Müdafiə Universitetinin saytında var. Oradan indirib, doldurub və yenidən daxil edirsiniz universitetdə olan şəxsi kabinetinizə. Abituriyentə təsdiq olmuş elektron ərizəsindən çıxarış. Bilirsiniz, bu hansı çıxarışdır? Siz buraxılışınızı təsdiq eləmişsiniz. Bax, həmin sənəddir o. Tam orta, yüksək texnik peşə və orta ixtisas təhsili haqqında tam orta bu 11 illik attestatdır. Yüksək texniki peşə, yəni peşə məktəbinin diplomudur və orta ixtisas təhsili haqqında, yəni bizim bildiyimiz kollec diplomudur. Və bunları daxil edirsiniz. Surətin yoxdursa arayış alırsınız. Məsələn, tutaq ki, 11 illik bu il bitirmişsiniz, hələ sizin attestatınız yoxdur. Buna görə də cari ilin məzunları mütləq məktəbdən, oxuduğu təhsil müəssisəsindən arayış alırlar. Doğum haqqında şəhadətnamənin surəsi bu metrika dediyimiz şeydir. Yəni bu şəxsiyyət vəsiqəsi deyil. Çoxu bundan qarışdırır. Həmçinin şəxsiyyət vəsiqəsinin surəti və yaxud da ki, yeni nəsil şəxsiyyət vəsiqəsi isə bunların məlumatın elektron arayışı təqdim olunur. Bununla bağlı MyGovaz saytında var. MyGovaz. Sizin 18 yaşınız tam olmayıbsa, valideynləriniz və yaxud da qəyyumlarınızın siyahısında bu MyGovda var.
Nikah və uşaqların doğum haqqında şəhadətnamələrin surəti evli olsanız əgər, yəni uşaqların da doğum haqqında şəhadətnamələri yüklüyorsunuz. Yəni bizim bildiyimiz metrikaların, həm də nikahı təsdiq eləyən. Ailə tərkibi və yaşayış yeri haqqında arayış, yaşadığınız ərazi və yaxud da sahə inzibati ərazi nümayəndəliklərindən alınır. Rəngli fotoşəkil mütləq rəngli olmalıdır və baş geyimsiz olmalıdır. 6 ədəd üçün 4-ə, 2 ədəd isə 4,5-in 6-ya. Bax, bu ölçüləri mütləq nəzərdə çatdırın. Bunu harda çəkdirəcəksinizsə, həmin yerdən xahiş edin ki, bunu sizə həm yəni belə də təsvirdə verməklə yanaşı, həm də elektron sizə təqdim eləsin. 18 yaşınız tamam deyilsə, dediyimiz kimi valideyn və yaxud da qəyyumların razılıq ərizəsi olmalıdır. Qəyyum odur ki, yəni valideyn himayəsindən məhrum olan və yaxud da valideyn yaşayır, amma kimsə onu qəyyum kimi, yəni belə deyək də valideynlik edir. Bu şəxslər ərizə verməlidir. Bu ərizələr notariusda təsdiq olunmalıdır. Bir də ki, psixonevroloji, narkoloji, vərəm, dəri zöhrəvi dispanserlərində və yaxud da kabinetlərində qeydiyyatda olub-olmamağınız barədə arayış təqdim etməlisiniz. Bu sənədlərin siyahısıdır. Yəni 11 dənə sənəd var. Bunları toplayandan sonra Milli Müdafiə Universitetinin saytında, demək, saytın sağ tərəfində qəbul bölməsi var. Orada öz üçün şəxs kabineti yaradırsınız və bu sənədləri daxil edirsiniz. Sənəddə problem olarsa sizə hətta geri dönüş edilir ki, bəs müəyyən problemləriniz var. Bununla bağlı suallarınız yaranarsa mənim də nömrəmə, WhatsApp nömrəmə yaza bilərsiniz. Həmçinin qeydiyyatdan keçməklə bağlı ola bilər, nələrsə bilmirsiniz, müəyyən qədər çətinliyiniz yaşanır. Qeydiyyatdan keçməklə bağlı da sizə köməklik göstərə bilərik. Əlavə suallarınız olsa, suallarınızı elə bu videonun rəy bölməsində yazın, mütləq cavablandırılacaq. Yəni nədənsə çəkinməyin, hər hansısa bir iştirakçının sualı varsa yaza bilər. Mən də müəyyən qədər öz məsləhətlərimi sizə mütləq şəkildə təqdim edəcəyim. Nömrəmi də görürsünüz ekranda, bu hissədə var. Nömrəmə də hər zaman yaza bilərsiniz. Yəni məqsəd odur ki, siz burada hərbi şərəfli bir işdir. Həm karyeranızı bu istiqamətdə qurursunuz, həm də burada qeyd etdiyimiz kimi müəyyən ödənişlər var ki, həmin ödənişləri alırsınız. Həmçinin gələcəkdə sizin iş şansınız %100 olur. Çünki bu təhsil müəssisələrini bitirənlər işsiz qalmır. Hərbidə öz karyeralarını qururlar. Həmçinin siz burada mülki ixtisaslara da sahib olursunuz ki, bu ixtisaslarda gələcək sizin mülki həyatınızda müəyyən sahələrdə işləməyinizə böyük bir dəstəkçi olur. Məndən bu günlük bu qədər. Növbəti videolarımda hərbi həkim və hərbi felçer barədə paylaşımım olacaq, videom olacaq. Kanala abunə olun, izləyin. Zəhmətə qarşı ən azından bunu dostlarınız arasında paylaşın ki, həm onlar yararlansın, həm də ki, kanalımızın aktivliyi yüksəlsin. Kanalımıza abunə olun ki, bildirişləri aktiv eləyin ki, növbəti bax belə maraqlı videolar yüklənəndə vaxtında xəbərdar olasınız. Hələlik məndən bu qədər. Sağ olun, salamat qalın.